Növbəti mövzumuz xəyanətdir. Allah Cəllə Cəlaluhu belə buyurur. Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə, onun Peyğəmbərinə və aranızdakı əmanətlərə xəyanət etməyin. Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə və aranızdakı əmanətlərə xəyanət etməyin. Ənfal surəsi 27-ci ayə. Başqa bir ayədə Allah Cəllə Cəlaluhu buyurur. Allahın xainlərin hilələrinə yol vermədiyini bilsin. Yusuf surəsi 52-ci ayə. Peyğəmbər əleyhissalam buyurur. Etibarlılığı olmayanın imanı, əhdinə sadiq olmayanın da dini olmaz. Səhih Əhməd ibn Həmbəl Əl-Musnəd Musnədül Muqsirinə minəs-səhabəti. Peyğəmbər əleyhissalam belə buyurur. Münafiqin əlaməti üçdür. Danışdığı zaman yalan danışar, söz verdikdə yerinə yetirməz, ona bir şey əmanət edildiyi zaman xəyanət edər. Xəyanət hər bir halda pisdir, lakin xəyanətin bəzilərindən daha şərlidir. Əlbəttə, sənin bir qəpiyinə xəyanət edənlə bütün sərvətinə xəyanət edən və ya ailə və namusuna xəyanət edən eyni ola bilməz.